Pezeshkanla Dövlət Televiziyası arasında gərginlik yaranıb. Pezeshkan Dövlət Televiziyasında çıxış edərkən çıxışını kəsiblər. Belə məlumat var. Tehranda keçirilən rəsmi tədbir zamanı İran prezidenti Məsud Pezeshkanla dövlətə məxsus televiziya və radio şirkəti arasında insident baş verib. Pezeshkan kimdir ki? Pezeshkan da İran dövlətinin rəhbəri deyilmi? Təbii ki, istinad edirəm Modern.az xəbər verir ki, kanal müxbiri prezidentə çıxışının canlı olduğunu xatırladaraq, kanal müxbiri prezidentə çıxışının canlı olduğunu xatırladaraq ondan təyin olunmuş vaxta uyğun danışmağını istəməsindən sonra gərginlik yaranıb. Kanalın müxbiri Pezeshkana, dövlətin başçısına, prezidentə deyir ki, bizə uyğun danışmalısın da, televiziyaya uyğun danışmalısın. Yəqin ki, vaxtın az olduğunu da xatırladıb onu.